əməlləri düzələr, axirət əzabından xilas olar. Yox, əgər nəfsə qulaq assa, insan özünü məhv edər. Nəfs açıq şəkildə günah et demir. O çox vaxt günahı gözəlləşdirir və insanı alladır. Quran buyurur, Ənfal 48-də, şeytan onlara əməllərini gözəl göstərdi. Görsən, şeytan bədənə daxil olur, qanında dövr eləyir, beyində əyləşir, sənə əməlləri, o günahları gözəl göstərir. Allah eləməsin, pis əməlləri sənə gözəl göstərir. Nəfs gedib o işə, şeytan daxil olub bədənə. Bax, ondan sonra o pis işlərində gözəl göstərir, arxayın salır. Nəfs bəzən insanı ibadətə çağırır, amma məqsədi saf olmur. Məsəl üçün, namazı qılırsan, amma başqaları görsün deyə qılırsan. Riya. Mən həcə getdim, mən namaz qıldım, mən belə Quran oxudum. Məsəl üçün, sizə qurban, cəmaət, sədəqə verirsən, yol çəkirsən, nə bilim, məscid tikirsən, tərif eləsinlər səni. Səni tərif eləsinlər. Görürsünüz, yaxşı əməl edirsən, amma məqsəd saf deyil. Sənə tərif istəyirsən qarşı tərəfdən. Bunlar bizim dinimizdə riyadır, özünü göstərmək. İmam Ali Aleyhisselam buyurur, riya ilə edilən əməl cansız bədən kimidir. Nəfs sənə deyir ki, bu kiçik günahdır. Hamı edir. Sonra tövbə edərsən. Amma Peyğəmbər Aleyhisselam buyurur, kiçik günahları yüngül sayıb, yəni, belə deyim, onlar yığılsa insanı məhv edər. Sən onları yüngül sayırsan, o günahları edirsən, o da çox yığılır, olur dağ boyda, deyir o səni məhv edər. Hədisdə var, qiyamət günü cəmaət, eşidin, insanın yaxşı əməlləri yığılar, qiyamətdə böyük bir əzəmətli dağ boyda, böyük şəkildə əməllər gələr, yaxşı əməllər idi. Sonra xalqın haqqı qisənin boynunda var idi, bir-bir ondan götürürlər. Həmin dağ kiçilər, arada heç nə qalmaz. Əlin boş olar. Və yaxud, yüngül, balaca bir də günahlar edibsən, onlar böyük dağ boyda sənin qabağa çıxacaq qiyamət günü. O dağı da sonra oradan əritmək çətin məsələdir. Buna da Peyğəmbər deyir, yüngül saymayın günahları, balacadır. O yığılanda böyük olur və səni məhv edər. Məsələn, nəfs insana deyir, hələ cavansan, sonra düzələrsən. Ancaq unutma ki, ölüm qəfil gəlir, birdən gəlir, ona da vaxtı bilmirsən. Quran buyurur, ölüm gələndə insan deyər, ey Rəbbim, məni geri qaytar, qal Rabbuciyun, məni geri qaytar. Müminin 23-99-cu ayədə Allah deyir, yox, sənin geri qayıtmağın dahi mümkün deyil. Sən məndən istəsin də mən qaytar əməli salih işlər görəcəyəm də gecdir. Bu mümkün deyil. Boş sözü danırsan. Əzizlər, insanın nəfsi insana pıçıldayır. Məsəl üçün, sən yaxşı adamsan, səndən yaxşısı yoxdur. Buyururlar Peyğəmbərimiz, bu böyük təhlükədir insan üçün. İmam Cəfər Sadiq Aleyhisselam buyurub, özünü bəyənmək əməllərini məhv edən bir şeydir. Əzizlər, şeytan və nəfsin fərqi nədir? Bunlar mühüm məsələdir. Bir ikisini ərz edeyim. Şeytan insanın xarici düşmənidir. Sadəcə vəsvəsə verir, məcbur etmir. Nəfs isə daxili düşməndir, cəmaət. Günaha meyl yaradır. İnsanı sürükləyir günaha. Əgər nəfs olmasa şeytanın təsiri zəif olar. Məhəmməd Peyğəmbər Aleyhisselam buyurur, sənin ən böyük düşmənin öz nəfsindir.
Ve İmam Ali Aleyhisselam'dan hadis var. Nefsin bazen dost gibi görüner sana ama düşmanındır. İmam Musa Kazım buyurur. Her gün nefsini hesaba çekmeyen bizden değil. Ve büyük arifler buyururlar. Nefs uzağa benziyor. Uzağa. Onu terbiye etmezsen seni idare eder. Bəli əzizlər, nefs uzağa benziyor, onu terbiye etmesen seni idare eder. Bir misal, yine onu deyim size. Bazen insan öz evinde, mesela koyun sürüsü, mal qarası var, çok üzr istəyirəm, evde bir it saxlayır. İt bir neçə il ona çörək verir insan. Onun sahibidir insan. Camaat, bu təcrübədə olub ha sizə qurban. Gözləmədiyi vaxt it onu qapıb, itin istədiyini verməyib, onun məsələn qolundan, bədənin azasından it ona hücum edib aparıb. Düzdür, 20-25 il onu saxlayıb, yiyəsi. Ancaq onun istədiyini vaxtında verməyib, onu parçalayıb. Bənzədirlər, Hacı Malik, əzizlər sizə qurban, insanın nəfsi də belədir. Daimi dayanıb pusquda, bir an səni parçalamağa hazırdır. En korkulu budur, nefsin tehlikeli halı. İnsan günah edir ve hiç bu günah eləyəndən sonra peşman da olmur, bak. Hatta sevinir o günaha. Bu korkulu haldır. Gör ne vəziyyətdəsən, sen əməllərine göre peşman da olmursan, hala sevinirsən de. En tehlikeli haldır, yerdir, ora çatır. Belə başa düşürük, Allah eləməsin, insan günah edir ve sevinir, peşman olmur. Demek bu kalbin mühürlenmesi demektir cemaat. Allah Kur'an'da buyurur, biz onların kalplerine mühür vurduk. Onların gözüne perde çektik. Onların kulaklarına həmçinin, kalbine de mühür vurduk. O en çətin məsələdir ki, artık insan bu hadde yetişip, necə deyirlər, qalbdə ağ parça var, her günah eləyəndə ora ləkə düşüb, o ağ parça tamam ləkələnib. Sizə qurban, bilsən necə başa düşək, güzgü var evdə gündə güzgimiz var, maşın güzgisi, ev. Görsən, zaman zaman toz, torpaq, çirk yığılır, ta oradan görüntü itir. İnsanın da qalbi vay o günah, günahların çoxluğunda o cür bağlanır kir, daha keçmir. İndi götürsün güzgini eski paraşokla, suyla yüzsen temizlenir. İnsan da tövbeyle, namazla, oruçla, azizler, o ləkəni təmizləyə bilər. Qaytara bilər ürəyin o şəffaflığını. Necə güzgünü qaytarma mümkündür. Ve inşallah Allah bizi o kalbi mühürlerden karar vermesin. Kur'an özü deyirdi ki, o yere çatarsan kalbimi mühürleyerek. Bak size kurban, bu nefsi nece sındırak? Hadislerde var, az yemek, yani nefsi yemekle güçlendirebilirsen. Mesela için bilsen necedir? Oruç şəhvət damarını kesir, hadiste var. Azlıkla Allah'a yakınlaşırsan, tokluqla şeytana. Görsə insan yiyir, ona nəsə axtarışda olur, şəhvət, etiraz. Çok yeməkdən oldu da. Az yiyən də Allah'ı axtarır. Tok olan da haram axtarır. Ona görə bunun qabağını almak için birinci az yeməkdir. İkinci size kurban, az yatmaqdır. Mesela günlük yiyip yatmaqla keçirən. Mesela için çok yatma, yuxu deyir, nəfsi ağırlaştırır. Az danışmak, çok danışmak günaha aparır insanı. Hadiste var, lazım olmayanı deme. Çok danışanın çok səhvi olar, belə bir məsəl var. Buyurur ki, az yeməklə nəfsi sındırmaq olar, sonra az yatmaqla, ay cəmaət, nəfsi sındırmaq olar, yəni çox yemə, çox yatma, az danışmaqla nəfsi sındırmaq olar. Bir də əzizlər, daha çox təkid ediblər gecə ibadəti. Bu nəfsə çox qalib gəlir. Peyğəmbərə Allah Müzəmmil surəsində deyir ki, qalx gecənin
bir hissəsini namaz qıl. Səni bəlkə yuxarıya, daha böyük məqama çatdırdır. Gecə məsəl üçün nəfsini qırıb oyanırsan namaza, bizə müstəhəbdir, Peyğəmbər əleyhissalama vacib idi. Peyğəmbər əleyhissalam öz dövründə İmam Ali əleyhissalama dedi ki, siz gecə namazı qılın. Gecə namazının həddən ziyadə insana böyük xeyri var. Üzü nurani eləyər, ruzisini bol eləyər, xəstəlikdən şəfa verər. Sizə qurban, şeytanı uzaq eləyər, nəfsin bayaq dediyim bu tilovlarından səni azad edər. Deyir, gecə ibadəti nəfsi zəiflədir, ruhu gücləndirir. Daim Allah'ı zikr etmək. Allah zikri, estağfurullah, sübhanallah, tövbə etmək. Yəni bugün insan həm nəfs və ruh arasında yaşayır. Nəfs qalib gəlsə, sizə qurban, insan heyvanı səviyyəyə düşər. Ruh qalib gəlsə, insan mələklərdən üstün olar. Quranda aya var, ay caman, sizə qurban. Allah deyir ki, elə iş var, onu heyvan eləməz. Məsələn, Furqan surəsində var, insan edir. Gör ha, nəfs o qədər qalib gəlib, insan heyvan etmədiyini belə edir. Bəzən insan həyatını ondan aşağıya sala bilər. Çoxlu ibadət, istiğfar, tövbə, ruhu paklaşdırar, nəfsə qalib olar, mələklərdən üstün olar. Hədisdə var, mələklər deyir Allaha, niyə məni insan yaratmadın ki, o məqama, o şöhrətə biz də çataq. Və əzizlər, İmam Ali əleyhissalam buyurur ki, nəfsinə qalib gələn dünyanı fəth etmiş kimidir. Nəfsinə qalib gələn, əzizlər, dünyanı neynir? Fəth etmiş kimidir, fəth etmiş kimidir. İnşallah iki dənə balaca hədis siz əzizlərə bunu da ərz edeyim. Bir alim bir məclisdə qarpız yiyib, şirin, indi o sortları siz bilərsiniz, keçmişdə deyərlər Şamayka sortu və s. 2 gün, 3 gündür dərsdə, 2 gün bundan qabaq yediği o qarpızın dadı qalır. Tələbəsinə pul verir, qarpız aldırır və qarpızı dilimləyir. Sonra deyir, duz gətir. Başlayır qarpızın dilimlərinə duz səpib onu yeməyə. Tələbə deyir, müəllim, qarpızı duzla yeyərlər. Deyir, bu 2-3 gündür məni narahat edir. Məni şirnikləndirir ki, o qarpızın dadı var, ye. Mən də buna duz qatıram. Bu nəfsimin başına bu oyunu açıram ki, yerində yatsın. Hədisdə var, böyük bir alim gecə yoldaşını həkimə aparır, qışın gecələri o dövrdə cavan bir qızı tələbələrindən biri olan cavan bir oğlana o gecə onu əmanət edir. Cavan qız və cavan oğlan bir evdə, o da Quran əhlidir, o oğlan şeytan vəsvəsə verir, nəfs vəsvəsə verir, cavan qızdır. Ki ona məhəbbət sal, öz barmağını qoyur şam işığında yandırır. Biraz keçir, yenə nəfs, qaranlıq bir yer, sövq edir onu, yanında belə cavan xanım, görsən o biri barmağını da yandırır. Bu minvanla səhərə qədər o şamın odunda, alovunda 10 parmağını hamısını yandırır. Niye yandırır? Çünkü nəfsənə belə qalib gəldi ki, müəllimin mənə etibar etdiği bu cavan qıza əmanətə mən gərək pis baxmayam. Və səhər gəlib müəllim öz uşağını aparanda tələbənin o parmaqlarını görür yanmış, deyir, əhsən sənə, bax nəfsivə sən belə qalib gəlmişsən. Allah'a and verirəm. Peyğəmbər və Əhl-i Beyt əleyhissalamlara Allah bizim nəfsimizi islah eləsin, nəfsimizi bizə düşmən etməsin, onu bizə itaatkar etsin, bizi nəfsin hilələrindən qorusun, nəfsə qalib gələn kəslərdən hamılarımızı qərar versin. Amin. Ya